ilin 3-cü qruplarının qəbul imtahanıdır. Deməli, AB xətti üzrə relyef profilinə uyğun gələn diaqramı istəyir bizdən. Bu tipli suallarda birinci növbədə hansı hərf rəqəmə daha yaxındırsa oradan başlayırıq. A-ya baxırıq ki, 90-a yaxındır. Yəni tam 90-ın üzərində deyil, amma 90-a yaxın yerdə dayanır. Deməli, burada Y variantı yanlış olacaq, çünki A 80-ın üstündədir. D variantı yanlış olacaq, A 80-a yaxındır. B variantı yanlışdır, A 80-ın üstündədir. Burada görürük ki, aşağıya doğru enir və sonra yenidən yuxarı qalxır. Kəsmə yüksəkliyi 5 metrdir. 80, 85, 90, 95, 100 və 100 üstüdür. Yəni, B-nin dayandığı yer 100 metrdən daha yuxarıdadır. Ona görə C variantı doğru cavabdır. İkinci sualda deyir ki, C-dən D-yə doğru torpaq tipinin ardıcıllığını müəyyən edin. Gəl eləyək. Deməli, öncəliklə dağ çəməndən sonra dağ meşə gəlməz. Birinci dağ meşə, sonra dağ çəmən gəlir. D variantı yanlışdır. Və yaxud çəmən meşədən sonra boz torpaqlar gəlməz. Çünki boz torpaqlar səhra, yarım-səhra torpaqlarıdır. Yanlışdır. Sonra burada dağ-qara torpaqları Zaqatalada deyil, Qusarda var, Şamaxıda var, Gədəbəydə var. Ona görə bu B variantı yanlışdır. Tabaldı torpaqdan sonra da boz torpaq gəlməz. Boz torpaq düzənlik və səhra torpağıdır. Ona görə A variantı yanlışdır. C variantı doğru cavabdır. Alüvyal çəmən meşələri, dağ meşə torpaqları və dağ çəmən torpaqları gələcək. Növbəti sualımıza baxırıq. Uyğunluq pozulmuşdur. Ümumiyyətlə, Azərbaycanda bu tipli suallar verəndə 2 ili ard-arda qəbul imtahanına da bu suallar düşdü. Və burada pozulmuşdur deyirsə, biz kaynozul olmayanları götürəcəyik. Yəni 1-i, 3-ü və 6-nı cavablardan çıxacağıq. 2, 4, 5-də, yəni mezozoy yazılanda uyğunluq pozulmuşdur. D variantı. Azərbaycanda mezozoy yaşlı 2 dənə neft yatağı mövcuddur. Muradxanlı və Mollakənd neft yataqları. 4. İqlim diaqramı hansı iqlim yarımtipinə və hansı əraziyə uyğun gəlir? 1036 Zaqatalanı göstərir. Elə C variantı doğru cavabdır. Yəni, buradakı rəqəmə baxırıq, 1036 Zaqatalanı ifadə edir. 5. Əsas qidalanma mənbəyinə görə çayların doğru sırasını müəyyən edin. Ümumiyyətlə, bu tipli suallarda çalışmaq lazımdır ki, yuxarıdan aşağıya sıranı təhlil edib, daha sonra öndəki sıraya keçəsən. Məsələn, qar buzlaq suları ilə qidalanan çaylar. Araz çayı yeraltı sularla qidalanır. Bunu bilirik. Altını cavablardan çıxırıq, olmaz. Daha sonra İncə, Tərtər, Qarqar, Xaçın və də Qarabağ bölgəsinin çayları, bizim qərb zonalarımızda olan çaylar yeraltı sularla qidalanır. Ona görə 3-cü cavablardan çıxırıq, yanlışdır. Qalanları ola bilər. Yağış sularına gəlin baxaq. Yağış sularla Ağız çayı qidalanır, amma Araz çayı qidalanmaz. Araz çayı da yeraltı sularla qidalanacaq. Artıq 2 də səhvdir. 1, 4, 5 doğru cavab olacaqdır. 6-cı suala baxırıq. Sahillərdə eyni okean suları yuyan yarımadaları istəyir burada bizdən. Deməli, Kiçik Asiya yarımadasını Aralıq dənizi, yəni Atlantik okeanın suları yuyur. Krım yarımadasında həmçinin, amma Koreya yarımadasını Sakit okean suları yuyur. A variantı yanlışdır. Y variantına baxırıq. Pireney və Balkanı Aralıq dənizi yuyur. Elə Florida yarımadasında Aralıq dənizi yuyur. Y variantı burada doğru cavabdır. Yəni, bu formada hesablanır bunlar. Seysmik hadisələr hansı sahələrdə daha fəaldır? Əlbəttə ki, seysmik hadisələr litosfer tavalarının sərhəddində daha fəal olur. Çünki o tavalar toqquşur, ayrılır. Ona görə o sərhədlərdə seysmik hadisələr tez-tez baş verir. Xəritə sxemdə verilmiş A nöqtəsindən uçuşa başlayan təyyarə əvvəlcə 180 dərəcə azimutla, 180 dərəcə cənubu göstərir. 8880 km yol getmişdir. 8880-ı bölürük 111-ə, eləyir 80 dərəcə. 60-dan 80 dərəcə aşağı düşsək, gəlib çatacağıq 20 cənub enliyində, yəni təxmini bura. Sonra isə şərq istiqamətində 40 dərəcə hərəkət etmişdir. 90-da idi, 40 dərəcədə hərəkət etdi, gəldi çatdı 130 dərəcə şərq uzunluğuna. Deyir, təyyarənin yerə endiyi məntəqə. Təyyarənin yerə endiyi məntəqə 20 cənub enliyi, 130 şərq uzunluğudur. Elə D variantı doğru cavabdır burada. Bakı şəhərlə yerli vaxt fərqini müəyyən edin. Gəlin eləyək. Bakı şəhəri yerləşir 50 dərəcə şərq uzunluğunda, 50 ilə 130-un arasında
Bura 50, bura 130. Deməli, arasında var 80 dərəcə, 1 dərəcə 4 dəqiqə deməkdir. 80-i vururuq 4-ə, eləyir 320 dəqiqə. 320 dəqiqəni isə saata çevirəndə 5 saat 20 dəqiqə eləyir. D variantı doğru cavabdır. 9-cu suala baxaq. Kiçik Qafqaz vilayəti və Lənkəran vilayəti arasındakı oxşar və fərqli xüsusiyyətləri Venn diaqramı ilə göstərməyimizi istəyir. Deməli, gəlin baxaq. Qışı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. Bu, Kiçik Qafqaza aiddir. 1-ə 1. Abrazin relyef formalarına rast gəlinir. Bu, Xəzər sahili ərazilərə aid olur. 2. İqlim göstəriciləri yerli çay şəbəkəsinin formalaşmasına imkan verir. Rütubətli yerlərə aiddir. Buranın hər ikisi rütubətlidir. Ərazisində 2000 metrdən yüksək dağ zirvələri mövcuddur. Təbii ki, bu deməli, baxaq görək. Əslində hər ikisini də götürmək olar. Filiz faydalı qazıntı yataqları mövcuddur. Bu mütləq şəkildə Kiçik Qafqaza getməlidir. 4 ortaya gedəcək deməli. 1-ə 5, 3-ə 3, 4, 2-ə isə 2 və 6 olacaqdır. Yəni C variantı doğru cavabdır. Burada Lənkəran fiziki coğrafi rayonu desəydi, orada 2000 metrdən yüksək dağ zirvəsi yoxdur. Amma fiziki coğrafi vilayəti dediyi üçün orada Talış vilayətində Kömürgöy və Qızılyurdu zirvələri mövcuddur ki, 2433 və 2493 metr zirvələri var. Qrafikin aid olduğu məntəqə üçün doğru fikirləri müəyyən edin. Baxıram ki, 6-cı ayın 22-sində bu maksimum burada gündüz olur. Yəni 24 saat gündüz olur. Deməli, söhbət burada iyunun 22-sində günəş şimalda olur və qütb gündüzü şimal qütbündə baş verir. Yəni, bura şimal qütbüdür. 24 saat gündüz olur burada. Deməli, baxaq. Qrafikin aid olduğu məntəqə üçün doğru fikirləməyin. Qütb gecələri müşahidə olunur orada. Bir doğrudur. İşıqlanma qurşağının sərhəddində yerləşmir. Yanlışdır. Günəş şüalarının ən böyük düşmə bucağı qış gün dönümünü müşahidə edir. Xeyr, şimala yayda daha çox düşür. Yanlışdır. Qütb ulduzun ən böyük bucaqla göründüyü məntəqədir. Bəli, 90 dərəcə şimal enliyir. Yay fəslində gecənin uzunluğu Bakıya nisbətən daha üstün olur. Xeyr, daha qış fəsli daha belə deyək də, qışda gecənin uzunluğu daha uzun olur orada. Günəş şüalarının maksimum düşmə bucağı 47 dərəcədir. Gəlin hesablayaq. Günəş şüalarının maksimum və minimum düşmə bucaqları 90 çıxılsın, alfa plus minus 23,5 ilə hesablanır. Əgər maksimumu tapırıqsa minusla, minimumu tapırıqsa plusla hesablayırıq. Deməli, 90 çıxılsın, 90 çıxılsın 23,5 bərabərdir. 90 çıxılsın, 90-dan 23,5 çıxanda qalır. Yəni, burada biz artıq deməli, burada doğru cavab 1 ilə 4 çıxacaqdır. 1, 4, 6 doğru deyil. Çünki 6 ümumiyyətlə, bunu əslində qütb dairəsinə aid eləmək olar. 47 dərəcə düşməni. Çünki 66,5 dərəcə qütb dairəsidir və orada, bəli, maksimum 47 dərəcə düşür günəş şüaları. 11. Buxarlanma qabiliyyətinin daha aşağı olduğu məntəqələr, yəni günəşin az olduğu məntəqələrdir. Buxarlanma qabiliyyəti günəşdən asılıdır. Günəş çox olmalıdır ki, ərazinin buxarlanma qabiliyyəti çox olsun. Bura L və S nöqtələri aid olacaqdır. D variantı. Deyək ki, qrafikdə şimal yarımkürəsində eyni meridian üzərində 5 fərqli məntəqədə hündürlüyü 1 metr olan şaquli dirəklərin günorta vaxtı kölgə uzunluqları verilmişdir. Kölgənin uzunluqlarına gəlin baxaq. Deməli, A-da, bunların içində ən çox D-dədir, kölgə ən az C-dədir. Və deyək ki, hansı məntəqəyə günəş şüaları daha kiçik bucağı altında düşər? Yadda saxla, günəş şüaları nə qədər uzaqdan düşsə və nə qədər az düşsə, kölgə bir o qədər çox olacaqdır. Əksinə, günəş şüaları nə qədər yaxın düşsə, yaxın ərazidən düşsə, o zaman kölgənin uzunluğu bir o qədər qısalacaqdır. İndi burada deyir ki, kölgə uzunluqları verilmişdir. D məntəqəsi günəşdən ən az işıq istiliyi alan məntəqədir. Çünki kölgəsi çoxdur. C isə ən çox alandır. Məndən də deyir ki, günəş şüaları hansına daha kiçik bucaqla düşər? Əlbəttə ki, D-yə daha kiçik bucaqla düşəcəkdir. Sonra 13. Qanuna uyğunluq pozulmuşdur. Elə 6-dan başlayaq. Savannalar subekvatorial iqlimdə var. Qırmızı qonur torpaqlar bəli mövcuddur. 6-cı cavablardan çıxaq. Uyğunluq pozulmayıbdır.
Prairie və pampalar çöl zonalarıdır, tropikdə olmur, tropikdə səhra yaranır. Ona görə 5-i götürməliyik, aiddir. Sonra 4. Qarışıq meşələr mülayim iqlimdədir, amma meşədə boz torpaq olmur. Boz torpaq səhranındır. Ona görə 4-ü götürməliyik və 2-ni götürməliyik. 2, 4, 5 doğru cavabdır. B variantı. 14-cü sual. Rəqəmləri verilən ölkələr üçün ümumi olaraq xüsusiyyətləri müəyyən edin. Deməli, gəlin eləyək. Buradakı ölkələr inkişaf eləməyiblər, Özbəkistan və s. Əhali təzələnməsinin ikinci qrupuna aiddirlər, yəni əhali artımının ikinci tipinə aiddirlər. Bəli, doğrudur, inkişaf etmədikləri üçün. Immiqrasiya üstünlük təşkil eləyir, bəli, doğrudur. 1, 4. 1 ilə 4-ü götürmüşsünüzsə, avtomatik cavab çıxır. Yağıntılar il ərzində qeyri-bərabər paylanır. Ümumiyyətlə, yağıntının il ərzində stabil paylandığı bir dənə yer ekvatordur. Qalan yerlərdə 90%-də yağıntılar qeyri-bərabər paylanır. Yəni, bu cümləni çox əraziyə götürmək olar. 15-ci sual. İstilik vermə qabiliyyətinin artmasına görə yanacaq növlərinin müvafiq ardıcıllığını müəyyən eləyin. Bunların içində təbii ki, ən çox istilik verən olacaqdır neft. Yəni, neftlə sonlandırmalıyıq sıramızı. Və biz başlamalıyıq quru odunla. Quru odun, sonra torf, sonra daş kömür, qaz və neft olacaqdır. D variantı doğru cavabdır. 16-cı sual. Kənd təsərrüfatının intensiv inkişafı üçün tələb olunur. İntensiv, yəni sürətli inkişafdır. Məhsuldar inkişafı deyilir intensiv inkişaf. Gəlin baxaq, bu intensiv inkişafda say yox, keyfiyyət çoxaldılır əsas olaraq. Deməli, burada baxırıq. Əkin sahələrinin genişləndirilməsi. Bu, ekstensiv yoldur. Bu, yanlışdır. Biri çıxırıq cavablardan. Meliorasiya tədbirlərinin müntəzəm həyata keçirilməsi. Bəli, doğrudur. Heyvanların sayının artırılması yaxşı bir şey deyil. 4-ü çıxırıq cavablardan. İstehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması. Bəli, doğrudur. Yeni cinslərin və sortların tətbiq olunması doğrudur. 2, 5, 6 doğru cavabdır. 17-ci suala baxırıq. Demoqrafik keçid mərhələlərini verib burada. Birinci mərhələdə doğumda yüksək olur, ölümdə yüksək olur və təbii artım aşağı olur. Bir də B olacaqdır. İkinci mərhələdə doğum yüksək olur, amma ölüm aşağı olur və yüksək təbii artım olur. İkinci də A olacaqdır. Üçüncü mərhələdə artıq ölümün səviyyəsi stabilləşir, doğum isə getdikcə azalır. 3-ə aid olacaqdır D. 4-cü mərhələdə isə artıq təbii artım aşağı düşür və stabilləşir hər şey. Ona görə B, A, C deməli 1-ə B olacaqdır, 2-yə A olacaqdır. 3-ə burada D veriblər. 3-ə doğum əvvəlki illərdə qalması doğum göstərici. Hədə 3-cü mərhələ, mən yerini səhv yazmışam. 3-ə D, 4-ə isə C variantı olacaqdır. B, A, D, C olacaqdır. Yəni A variantı doğru cavabdır. Növbəti suala baxırıq. Qarabağ İqtisadi rayonunun sahəsi bu qədərdir. Əhali sıxlığının bu qədər olduğunu olaraq ümumi sayını hesablayın. Gəl hesablayaq. Əhalinin sıxlığı necə tapılır? Əhali sayı bölünsün ərazi ilə tapılır. Yəni, əhalinin sayını əraziyə bölürük. Baxaq. Əhalinin sayı nə qədərdir burada? Verməyibdir, bizdən sayı istəyir. Yəni, x bölünsün. Ərazimizin sahəsi 8990 kilometr kvadratıdır. Mənə deyir ki, bunu buna böləndə 101 eləyir. Deməli, mən nə edəcəm? X bərabərdir 101 vurulsun 8990-a. 8990-ı 101-ə vuracağıq. O da yəqin ki, B variantı alınar hesablayanda. Sonra 19-cu suala baxırıq. Azərbaycanda 2000-ci ildə idxal etdiyi məhsulun ümumi dəyəri bu qədər olan, ixrac etdiyi məhsulun ümumi dəyəri isə bu olmuşdur. Respublikada ticarət balansını və növünü müəyyən edin. Gəl eləyək ticarət balansını. Deməli, ticarətdən ora nə qədər pul qalıbdır? Önce onu hesablayaq. 1745,2-dən çıxacağıq 1172-ni. 3, burada 7, altdan 1, 5. Deməli, 573,2 milyon
dollar pul qalıbdır və bu da özünə qalıbsa əgər, çünki ixrac etdiyi məhsul daha çoxdur və özünə qalıbsa əgər, deməli burada müsbət ticarət balansı olacaqdır C variantı. 20. Əgər çay və qolların ümumi uzunluğu 396 kilometr, su toplayıcı hövzənin sahəsi 1320 kilometr kvadratı olarsa, bu ərazi haqqında hansı fikirləri söyləmək olmaz? Gəl baxaq. Hansıları söyləmək olmaz. Baxıram ki, çayların uzunluğu 396 kilometrdir, su toplayıcı hövzə 1320 kilometrdir. Yəni, bunların hər ikisi böyük rəqəmdir və demək olar ki, burada rütubət çoxdur. Rütubət çoxdursa, kimyəvi üzvü aşınma intensiv gedəcək. Bu doğrudur. İllik sutkalıq temperatur amplitudları kiçikdir. İllik və sutkalıq tempo bunu deməkdə olar, deməməkdə biraz təzad daşıyır bu. Yarımsəhra landşaftı deyil, bunu çıxırıq. Dəmiyə ikincili inkişaf eləyibdir, bəli, doğrudur. Rütubət əmsalı vahiddən kiçikdir demək də biraz doğru çıxmaz və quru subtropik bitkiçilik olmaz, daha rütubətli olacaqdır. Ona görə fikirləri söyləmək olmaz deyirsə, 3-ü, 5-i və 6-nı götürmək olar A variantı. 21. Uyğunluğu müəyyən edin. Qaraçay, Çərkəz, Saxa və Türkiyə. Deməli, Pont Tower dağları Türkiyədə yerləşir. 3-ə B, C olmalıdır. Artıq bunları çıxırıq cavablardan. Sonra burada veribdir bizə. Deməli, burada Qaraçay, Çərkəzdə Qafqaz dağları olacaqdır. Verxoyansk, Çerski isə Saxa, Yakutiyada olacaqdır. 1-ə D, Y, 2-yə A, 3-ə isə B, C gedəcəkdir. Yəni elə B variantı doğru cavabdır. 22-yə baxırıq. İxrac etmək, satmaq, idxal eləmək, almaqdır. Kimlər alacaqdır? Ümumiyyətlə, varlı ölkələr hazır məhsul satırlar, faydalı qazıntı satmırlar. Bir yanlışdır burada. Daha sonra idxal eləyən, alan ölkələr də varlı olmalıdır, kasıb olmalı deyil. Məsələn, İran ölkələrini çıxmalıq, inkişaf etmiş deyirlər. Ona görə 3-ü çıxacaq cavablardan və Çini çıxacaq cavablardan. Və cavab alınacaqdır 2, 4. Yamayka ABŞ-a sata bilər, dəniz yolu ilə göndərə bilər nəyisə. Avstraliyada Yaponiyaya nəsə sata bilər və dəmir yolu ilə göndərə bilər. Respublikamızın əhalisi ilə bağlı doğru olmayan fikirləri, ifadələri müəyyən edin. Gəlin eləyək. Son illərdə təbii artımın azalması əhali sıxlığının azalmasına səbəb olmuşdur. Yox, əhali sıxlığın olduğu kimi qalır. Çünki əhali artımı mənfiyə getməlidir ki, əhali sıxlığı müəyyən qədər azalsın ölkə üzrə götürdüyümüzdə. Ona görə bu doğru bir şey deyil. Kənd əhalisi mütləq sayında artım, xüsusi çəkisində isə azalma baş verir. Ən yüksək yaşayış məntəqələri Kəlbəcər, Qubadadır. Bu doğrudur. Təbii artımın azalması nəticəsində şəhər əhalisinin sayı da azalır. Xeyr, yenə şəhərdə yaşayanlar çoxdur. Regionların sosial-iqtisadi inkişafı daxili miqrasiyanın azalmasına şərait yaradır. Əksinə, sosial-iqtisadi inkişaf daxili miqrasiyanı artırır. Burada kənd əhalisi mütləq sayında artım. Yəni, kənd cəmaatının sayı artır, amma xüsusi çəkisi azalır. Çünki orada yaşamırlar. Onlar gəlib şəhərlərdə yaşayırlar. Ona görə 2, 3 burada doğru punktlardır. Doğru olmayanlar 1, 4, 5'dir. 24-cü sual. Ölkədə ÜDM-nin həcmi 10 milyard dollardır. Adam başına düşən ÜDM-nin həcmi isə 1000 dollar olmuşdur. Ölkə ərazisində bu qədər olduğunu bilərək orta sıxlığın nə qədər olduğunu hesablayın. Gəl hesablayaq. ÜDM deməli 10 milyard dollardır. Deməli milyardda 9 dənə sıfır olurdu. 5. Bunu bölürük 1000 dollara ki, yəni bir adama 1000 dollar düşübsə görək neçə dənə adam var ölkədə. Baxdıq ki, ölkədə 10 milyon əhali var. Məndən də sıxlığı istəyir. 10 milyonu böləcəm 250 minə. 3-0, 3-0 getdi, biri ilə də biri getdi. 1000-i 25-ə, elə bir ki, 100-ü 25-ə böləcək. Burada 4, 0-ın biri də qaldığı üçün 40 eləyəcək. Əhali sıxlığı olacaqdır 40 nəfər böl kilometr kvadratına. Şərqi Avropa düzənliyinin Anadolu yaylasından fərqli əlamətləri nələrdir? Ərazisində bir neçə ölkə yerləşir, doğrudur. Anadolu yaylasında Türkiyə yerləşir. Ərazidə daş kömür ehtiyatları mövcuddur. Bəli, o düzənlikdə yanar faydalı qazıntıları çoxdur. Ərazisindən axan çaylar iki okean hövzəsinə aiddir. Anadoluda da elə iki okean hövzəsidir, həmçinin daxili axarsuz hövzədir. Şimal hissəsində buzlaq mənşəli göllər üstünlük təşkil edir. Bəli, bu doğrudur. Türk dilli xalqlar Anadoluda yaşayır. Seismik cəhətdən daha sabitdir. Daş kömür ehtiyatı. Burada seismik cəhətdən
Şərqi Avropa düzənliyi bunu da götürə bilərik. 1, 2, 4, 6-nı götürmək olar. 26. Böyük Britaniya, Norveç, Küveyt dövlətləri neft, qaz hasil edən dövlətlərdir. A variantıdır. Və gəlirik 27-ci suala. Burada deyir ki, uyğunluğu müəyyən edin. 3 qızıldır. Deməli, qızıl Zəngilanda və Gədəbəydədir. 1 mərmərdir. Mərmər daşkəsəndədir. C variantı. 2 isə tikinti materialıdır. Tikinti materiallarımız isə bizim Qazaxda və Tovuz bölgəsində olacaqdır. A, C olacaq. Stansiyaya baxırıq. Deyir ki, Baş Qafqaz silsiləsi AB iqtisadi rayonlarını sərhəd kimi ayırır. Bu iqtisadi rayonlarda təbii şəraitin müxtəlifliyi əhalinin ərazi üzrə məskunlaşmasına təsir göstərir. Ölkənin sərhədləri boyunca yerləşən iqtisadi rayonlar xarici iqtisadi əlaqələrin qurulmasında mühüm rola malikdir. İqtisadi rayonun tərkibində olan bütün inzibati rayonların xarici ölkə və ya ölkələrlə həmsərhəd olması onu qonşu iqtisadi rayonlardan fərqləndirir. Deməli, Baş Qafqaz hansı iki iqtisadi rayon arasında sərhəddir? Təbii ki, bu iqtisadi rayonlar Quba Xaçmaz və Şəki-Zaqataladır. Baş Qafqaz. Burada Quba Xaçmaz iqtisadi rayonudur. Bu bir tərəfdə isə Şəki-Zaqatala. Aha. Deməli, Şəki-Zaqatala olan A olacaqdır. Nəyə görə? Çünki Şəki-Zaqatalanın rayonları xarici ölkə ilə sərhəddir və yaxud xarici ölkələrlə sərhəddir. Yəni, elə rayonları var ki, 2-3 ölkə ilə sərhəddir. Amma Quba Xaçmazda isə hamısı sərhəddə yerləşir. Məsələn, Quba rayonu heç bir ölkə ilə sərhəddə düşmür. Və burada mənə onların sıxlığını verib. A və iqtisadi rayonların əhali sıxlığı fərqini. Fərqini tapmaq üçün 80,3-dən 71,3-ü çıxacam. Eləyəcək 9. Fərqi budur. Bu rayonlarda əhalinin qeyri-bərabər paylanmasına təsir edən amili müəyyən edin. Bu rayonlarda əhalinin qeyri-bərabər paylanmasına təsir edən amil əlbəttə ki, relyef, məşğuliyyət sahələri, ondan sonra həyat şəraiti, məsəl üçün iqlimi mürəkkəbliyi, bax bu kimi amillər burada mövcuddur. Verilənlərə əsasən AB iqtisadi rayonuna aid olan xüsusiyyətləri müəyyən edib yazın. Yəqin ki, burada artıq xüsusi cədvəllər verilibdir. AB iqtisadi rayonlarına aid iqlim landşaft xüsusiyyətlərini müəyyən edib yazın. 29-da böyük ehtimal ki, ondan 2 ölkə ilə sərhəddə, 1 ölkə ilə sərhəddə yerləşən rayonlarını istəyir. Şəki-Zaqatala iqtisadi rayonunda Balakən-Zaqatala Qax 2 ölkə ilə sərhəddədir. Həm Gürcüstan, həm Ermənistanla sərhəddə düşür. Qalanları isə bir ölkə ilə sərhəddədir. Quba Xaçmaz iqtisadi rayonunda isə qeyd etdiyim kimi burada Qusar rayonu və Xaçmaz rayonu əsas sərhəddə düşür, qalanları sərhəddə düşmür. AB iqtisadi rayonlarına aid iqlim və landşaft xüsusiyyətlərini müəyyən edib yazın. Hər ikisi həm mülayim iqlimdə, həm soyuq iqlimdə, həm də dağ tundra iqlimində yerləşirlər. Mülayim iqlimdə Şəki-Zaqatalada da, Quba Xaçmazda da qışı quraq keçən mülayim isti iqlim, il boyu yağıntılı, xüsusən Quba Xaçmazda mülayim isti iqlim, Şəki-Zaqatalada həmçinin. Eyni zamanda yağıntıları bərabər paylanan il boyu yağıntılı soyuq iqlim tiplərini də görə bilərik. Landşaft xüsusiyyətləri isə hər ikisində üstünlük təşkil edir. Əlbəttə ki, dağ meşələri. Dağ meşələrdə bizdə qonur qəhvəyi torpaqlardır və ağac olaraq da palıd, fıstıq və bələs ağacları yetişir.